2025-ci ilin Time kitabının bağlayıcılar mövzusuna baxırıq. Mən bugün bağlayıcıları izah edirəm. Əgər ehtiyac olarsa, hansı bölməyə ehtiyac varsa, onu şərhlərdə qeyd edərsiniz. O bölməni də izahını verərəm. Problem yoxdur. Bağlayıcılar bölməsindən daha çox ehtiyac duyduğum üçün bugün bağlayıcıları izah edirəm. Deməli, birinci sualımıza baxaq. Which of the options with the coordinating conjunctions best completes the sentence? Cümləni ən yaxşı tamamlayan bağlayıcını istəyir. She loved the mountains. He adored. O dağları sevirdi. He adored the sea. Dənizə heyran idi. They found common ground in their shape, passion for adventure. Və bu onun ümumi maceraya olan paylaşılmış ehtiras idi. Deməli, she loved the mountains for he adored the sea. Baxın, so olmaz. Beləliklə o dənizə heyran idi demək olmaz. So vermirik. But vermirik. But da adətən bir tərəf təsdiq, bir tərəf inkar olmalıdır. But da getdi. And verə bilmərik. And he adored the sea. No. Or olmaz. Cümlənin tərcümə ilə uyğun gəlmir. Cavabımız eybəndi. For və yet. She loved the mountains for he adored the sea. Yet they found common ground in their shared passion for adventure. İkinci sualımıza baxırıq. Which of the options with the coordinated conjunctions best completes the sentence? Hansı cümlənin daha yaxşı tamamlayır? Yenə də eyni sualdır. She could go to the party. She could stay at home and read a book. Baxın, iki məsələ var, iki qarşılaşdırma var və buna görə də or verməlisiniz. Ya o partiyə getməlidir, ya da ki, evdə qalıb kitab oxumalıdır. And verə bilmərik. Həm partiyə gedib eyni vaxtda həm də evdə kitab oxuya bilməzsə, andlər getdi. So, partiyə gedib beləliklə evdə qalıb kitab oxuyacaq deyə olmaz. İkinci tərəfə baxın. He finished his homework early. O ev tapşırığını tez qurtardı. And he went out to meet his friends afterward. Və tezdə getdi dostlarıyla görüşməyə. Eybənd. Üçüncü suala baxırıq. Find out the most appropriate variant for the sentence given below. Yenə də düzgün cavabı seçirik. She has been looking much more enthusiastic about the future. Baxın, has been looking, bitmişlik görürük, davam edicinin bitmişi, ikinci tərəfdə keçmiş zaman görürük. Və buna görə də sinsi verməliyik. O, başqa bir şəhərə köçdükdən sonra, köçdükdən bəri, sonra yox, gələcəyi haqqında düşünməyə, daha çox düşünməyə başlamışdı. İkinci cümləyə baxaq. It is, görə bilmirəmsiniz, stop each time. We are going to lose the game unless a miracle save us. Bizi güzgü xilas etməsəydi, biz oyunda qalib gələcəkdik. Yox, oyunda uduzacaqdır əsərlər. Lose deyir. Baxın, bura diqqətli olun. Unless sözü if not deməkdir. Yadınızı saxlayın. Bağlayıcılarda əsas bilməli olduğunuz tərcümədir. Bunu yazaq. Bunu yadınızı saxlayın. Unless if notdur. Əgər olmazsa yazmır. Unless bərabərdir if not. If not. Yadınızı saxlayın. 5-ci suala baxırıq. Yox, 4-ə baxırıq. Had the florist opened the door. Baxın, had var. Deməli, inversiya var. Inversiya hansı hallarda olurdu, hansı sözlərdə olurdu, yadınıza salaq. No sooner than. Than yox. Ona görə bəndə səhvdir. Not only but also problem yoxdur. Cümlənin tərcüməsində baxacaq. The earlier the more. Burada da ola bilər. Inversiya var, had var. Scarce than. Hardly when. Cavablara baxaq. Has the florist opened the doors of the shop? Gülçü qapını, dükkanın qapısını açanda a young man came in and bought. Baxın, burada bir zaman anlayışı var. Ona görə də hardly when verməliyik. Not only but also olmaz. Gülçü dükkanı açmasa da gənc oğlan içəri girmədi. İçəri girdi. Açmasa necə girərdi? Ona görə not only but also olmaz. Gülçü dükkanı nə qədər tez açsa, oğlan da o qədər içəri tez girdi. Cümlədə mənasızlıq var. Cavabımız deyildi. Hardly when.
5'e baxırıq. Although she always has a sedentary lifestyle. Sedentary sözünə diqqət yetirin. Bu həmişə düşən bir sözdür. Oturaq həyat tərzidir. Mrs. Winston doesn't have computer vision syndrome. Oturaq həyat tərzi olmasına baxmayaraq Mrs. Winston'ın kompüter görmə sindromu var. Davamına baxaq. Does she suffer from a cardiovascular disease? O bu xəstəlikdən əziyyət çəkir. Baxın, hansı bağlayıcı ilə inversiya olur? Baxın, does she-də inversiyanı görürük. Bu variantlarda bircə nord ilə inversiya olur. Ona görə də cavabımız cibəndir. Bu qədər sadə. 6-cı suala baxırıq. Find us the most appropriate variant. Lying out in the sun. Üstünü yazdım, görə bilmirəm. Discard dedim, nasıl qeyd etmişəm. Like out in the sun to change the color of your skin is still a popular activity. Günəşin altında uzanmaq, dərinin rəngini dəyişmək üçün məşhur bir fəaliyyətdir. Fəaliyyət növüdür. The fact that too much sun causes skin cancer. Baxın, iki məsələ var, qarşılaşdırılıb və burada diqqət yetirin ki, artıq biraz mənada fərqli var. Bu zaman in spite of verməlisiniz. Because verə bilməzsiniz. Çünki because-dan sonra bütöv bir cümlə gəlməlidir. Burada because-u silirik. Sonra due to ona görə də, due to the facts that, no, in spite of. O deyir ki, dəri xərçənginə əmələ gətirdiyi üçün insanlar günəş altında uzanır. Xeyr, in spite of, baxmayaraq ki, dəri xərçəngi əmələ gətirir, insanlar hələ də uzanır. Although-dan sonra cümlə gəlməlidir, ona görə səhvdir, ibn iftə olmaz, cavabımız cibəndir. 7-yə baxırıq. She had a critical deadline to meet. Onun kritik deadline var, görüş üçün son tarixi var. She stayed late at the office. Və o ofisdə gec vaxta kimi qaldı. Niyə qaldı? Və yox. So, beləliklə qaldı. Sorulara baxaq. He decided to take the job. For it offered him an opportunity he couldn't refuse. Bəli, bir bəndir. And olmaz. For she stayed olmaz. Cavabımız bir bəndir. 8-ə baxırıq. Find out the most appropriate variant for the given sentence below. For the sentence given below. Noise pollution. Baxın, bayaqda qeyd etdim. Although olmaz. Çünki cümlə gəlmir. Noise pollution birləşmədi. Despite of ilə işlənmir. Yadınızda saxlayın. In spite of'dur. Since saxlayırıq. Because of ola bilər. Due to qaldı. Noise pollution. Increasing power plants. Baxın, no sooner olan yerdə cümlədə inversiya olmalıdır. Hardly olan yerdə inversiya olmalıdır. Ona görə cavabımız bircə ibəndir. Görürsünüz, bu qədər saydı. Və istəsiniz yenə də tərcümə edə bilərsiniz. Due to noise pollution. Due to səs-küy çirklənməsinə görə both increasing power plants, Mumbai is now ranked as one of the least affordable cities countryside. Due to both həm çirklənməyə görə, həm də bitkilərin gücünün artmasına görə Mumbai ən az affordable şəhərlərdən biridir. 9-cu suala baxırıq. Deməli, burada cavabımız i bəndə oldu. 9-a baxırıq. Find out the most appropriate option for the sentence given below. Aşağıda verilmiş düzgün bağlayıcı veririk. Yenə də baxırıq. Body piercing has been a custom in many parts of the world for centuries. Body, bədən piercingi bir çox ölkələr, dünyanın bir çox yerində əsrlər boyudur ki, bir adətdir. Yet now, we know about some of the health risks that go along with this fashion. Baxmayaraq ki, yet now-da elə bir ki, hələ ki, indiyə kimi biz bilirik ki, bu bədən üçün, sağlamlıq üçün çox risklidir. So now olmaz, for now olmaz, or now olmaz, nor now olmaz, nordan sonra emirsi olmalıdır. Ən doğru cavab dibənim. 10-cu suala baxırıq. The surface of Antarctica is inhospitable to most living things. The water surrounding the continent is teeming with living creatures. Burada since olmaz, zamanı yoxdur. In case
Antarktida olduğu halda, hal deməkdir increase, as olmaz, because of verən bir şey yoxdur bizə. Despite da, yəni iki bir şey qarşılaşmayıb, while veririk, eyni zamanda baş verdiyi üçün deyir ki, Antarktidada yaşamaq üçün qonaqpərvər olmasa da, ətrafdakı su yaradılmış heyvanlar, yəni canlılar üçün yaratık deyirlər. Onun üçün uyğundur. Yəni insan yaşaya bilmir, ancaq heyvanlar rahatlıqla yaşaya bilir, canlılar yaşaya bilir. Keçək 11-ci suala. Today, most of the national parks are being degraded. Bugün milli parkların çoxu degrade olur, yəni azalır. Niyə azalır? Because of veririk, due to veririk. Baxın, səbəbini deyir ikinci cümlədə. Overuse and damage to their ecosystems. Ekosistemin həddindən artıq istifadəsi və ona verilən ziyanlar. Baxın, burada despite verə bilməliyik. Çünki baxmayaraq ki demir, səbəb axtarır bizdən. In spite of və despite eyni mənanı bildirir. In case də olmaz. Cavabımız 1-2 eyvəndir. 12-ci suala baxırıq. Her mental disability, onun mental şikəstliyi, əlilliyi. Raven has already been a burden to her foster family. O, övladlığa götürən ailə üçün yük idi. Niyə övladlığa götürən ailə üçün yük idi? Due to, onunla görə mental problemi olduğu üçün. Despite olmaz. Z'dan sonra cümlə gəlməlidir. Because'dan sonra cümlə gəlməlidir. 13-ə baxırıq. Which of the options with the coordinating conjunction best completes the sentence? Baxırıq yenə də. He couldn't sleep. Baxın, inversiya var. İnversiyanı gördüsə göz yumulu noru götürünü qurtardı, getdi. Heç digər variantlara ehtiyac yoxdur. Could he find solace in the comfort of his neydi? Home'dur. Görə bilmirəm. Home, bəli. Cavabımız C-bəndi. 14-ə baxırıq. Find us the most appropriate variant for the sentence given below. This summer, the most popular parks are crowded and noisy. Baxaq. When the summer, during the summer, yay boyu parklar, bəli, during daha da doğru cavab olar. Yay boyu parklar daha sıx və noisydir, səsküylüdür. While reading the articles, I took notes, bəli. Mən nəyi oxuyan zaman, məqaləni oxuyan zaman notlar götürdüm. Diqqətli olun, tərcümə edin. Bağlayıcılarda tərcümədir. Özündən sonra hər hansı bir sözün və yaxud da cümlənin gəlməsinə diqqət yetirməlisiniz. Bir də inversiya, bəzi hallarda isə inversiya baxmaq lazımdır. Bu qədər sayda. Some people think it is a mother's responsibility to discipline the children. Bəzi insanlar düşünür ki, ananın məsuliyyətidir uşağın disiplini. While others say it is a father's duty. Bəli, bu birləşmə çox işlənir. Bir halda, məsələn, on the other hand kimidir də, bir halda belə düşünürlər, eyni vaxtda başqaları isə belə düşünür deyə birləşmə şəklində işlənir. Find out the right option. Baxın, had var, inversiya var, diqqətli oluruq. Variantlara baxırıq. Hardly than, no sooner, when, rather than, scarce than tərcümə etmək lazımdır artıq. Hamısından sonra inversiya olur. No sooner had I taken my coat off, mən plaşımı soyunmamışdım ki, then I found out we had forgotten the letter songs. Başa düşdüm ki, mənim nəyisə unutmuşluq, sizə görə bilmədim. O 7-ci suala baxırıq. Find out the types of the highlighted conjunction in the given sentence. Not only, but also. Bu correlative bağlayıcıdır. Fred is very good at math, yet he is majoring. Baxın, not only but also heç bir cümləni bağlanmır və buna görə correlative olacaq. Əgər cümlə bağlayırıqsa, bu zaman baxırıq. Getdə də var, after da var. Deməli, 2 olacaq coordinating, bəli. 3 isə subordinating. Bunları
ayrıca dərs şəklində bir gün çəkəcəm. İnşallah ki, daha yaxşı başa düşərsiniz. 18-ci suala baxırıq. Find out the appropriate variant where conjunctions express time. Bağlayıcının zaman anlayışı bildirdi. I was her as she opened the letter. O məktubu açan zaman mən onu izlədim. Eyvəndir. As it was a public holiday, ictimai tətil olduğu üçün bütün dükanlar bağlı idi. Baxın, burada zaman anlayışı yoxdur. Nəyə görə, səbəbini deyir. As they live near us, we see them quite often. Onlar bizə yaxın olduğu üçün biz onu tez-tez görürük. Some sports such as, baxın burada artıq nümunə verir. As you know, sən bildiyin kimi, necə? Burada da zaman anlayışı yoxdur. 19'a baxırıq. Find out the most appropriate variant for the sentence given below. Deməli, Lanya is a relatively dry island. O quru adadır. Due to the fact that the mountains on Malacca block the rain clouds from reaching the island. Düzgündür. Bu fakta görə ki, Malacca bloklanıb. Because da verə bilərik, bəli, cümlə verib. Sözən olsa because of olardı, 4'ü silirik. Since də düzgün cavabdır. As dolar hamısı sinonimdir. Thanks to olmaz. 1, 2, 3, 5. Baxın 1, 2, 3, 5 hamısı sinonimdir və bir-birinə asanlıqla əvəz eləyə bilir. Because-dur, as-dir, due to the fact-dir, since-dir və s. 20-ci sual baxırıq. Find out the sentence with the correct usage of the conjunctions. Deməli, düzgün istifadəsinə baxın. Nor var. İnversiya var, bəli, problem yoxdur. Cavabımız eybəndir. B-yə baxırıq, səhvimizi axtaraq. Because of-dan sonra cümlə gəlməz. Bu səhvdir. The cafe. Baxın, because of-dan sonra birləşmə olmalıdır. The cafe, when we first met last year, holds many special memories for us. When yox. The cafe, where olardı burada. Hansı kafe? Bizim görüştüğümüz kafe yer bildirir. I could get a ticket because I arrived at the venue much later than expected. Get a ticket which I arrived. Where I arrived. Pay attention to your homework, otherwise you will not make mistakes. Otherwise olmaz axı. Pay attention to your mistakes. In case olar məsələn, bu halda sən səhv etməzsən. Testlərinə diqqətli ol. Davamına baxaq. 20-lik suala baxırıq. Most biotech companies have started promoting GM foods as a solution to the world's food pollution. Deməli, most biotech kampanyalar GM foodların həllini yüksəltməyə çalışır. Change the negative impressions that many people have of these foods, bəli, so as to. Niyə yüksəltməyə çalışır? Çünki negativ təsirlər var. Dünyanın qida problemini bu yolla həll etmək istəyirlər. Bu GM foods bilirsiniz nədir? Geni dəyişilmiş, genetic modifiers deyirlər. Geni dəyişilmiş bitkilər, yeməklər, hər şey. Artıq hər şeyin genini dəyişirlər. People say there is no electricity on the island and the inhabitants have chosen to live the traditional way and preserve traditional Hawaiian culture ola bilər. And dollar in order to, and in order to, and so as to, so to tərcümə eləmək lazımdır. Düzgündür hamısı. İnsanlar deyir ki, adada elektrik yoxdur və inhabitantlar, yəni yerli insanlar ənənəvi yolla yaşamağı seçdilər və onlar Hawaiian mədəniyyətini qorudular. 23-cü suala baxırıq. Cocoyam, the versatile plant, can grow in a hot climate and it doesn't matter whether the climate is wet or dry. Baxın, burada weather or işlənir. Tərcümə eləmək lazımdır. Cocoyam bitkisi isti iqlimdə böyüyür, ancaq fərqi yoxdur. Hava nəmdir və yaxud da qurudur. Sadəcə olaraq istilik lazımdır ona. Weather or. Mən bu birləşməni çox sevirəm. A GPC is so versatile. Deməli, it can navigate a car around
Either a city block or across an entire country. Bəli, ya da gypsy çox uyğundur, ya maşınlarda və yaxud da city block or across an entire country. Ya şəhərin özündə və yaxud da ölkə ətrafında uyğundur. 25-ci suala baxırıq. The local gasoline supplies were depleted. Yerli qaz çox azalıb. Deplete sözünə diqqət yetirin. Bu çox düşür imtahana. İmtahanda çox şey. Niyə azalıb? They couldn't use their car. That was why. Bax, ona görə azalıb. Çünki insanlar maşını az istifadə edirlər. Az istifadə edə bilmirlər. Therefore, çünki deməkdir. So, çünki deməkdir. Baxın, çalışın bir də balaca öyrənən zaman onları sinonimlərini öyrənin ki, hansının daha asanlıqla əvəz etdiyini bilsəz, siz asanlıqla testlərdə düzgün cavabları tapa bilərsiniz. 26-cı suala baxaq. They have all the materials to study till the exam. Onun çox materialı var idi imtahan bitənədək. They have enough time for it. Onun kifayət qədər vaxtı var idi. Baxaq cavablara. Moreover, then furthermore, even more. Baxın, bunlar da hamısı sinonimdir. Deyir ki, onun çox materialı var idi. Hələ üstəlik də çox vaxtı var idi imtihana hazırlaşmaq. Find out the most appropriate variant for the sentence given below. Deməli, düzgün cavabı seçirik. Baxaq. Unfortunately, the simple act of exposing paintings so that people can't see them can cause the paintings to disappear. So that today the Chevrolet cave is closed to the public because even the breathing of many people could damage the paintings. Bəli, so that və because. So that nəticə bildirir, because. Çünki mənasına gəlir, səbəbini axtarırıq. Təəssüf ki, bu rəsmlərin asan olması olduğu üçün beləliklə bu rəsmlərin yoxulmasına gətirib çıxarır. Chevrolet Cave ictimaiyyətə bağlanıb, çünki o rəsmlərə, insanların çox nəfəsi rəsmlərə ziyan vurur. 28-ci suala baxaq. Find out the most appropriate variant for the sentence given below. In the country of Iran, ancient pottery is considered. İranda qədim pottery, duluzçuluq nə hesab olunur? So valuable. So that-ə diqqət yetirin. So valuable to the culture that. Baxın, birləşmədir, birlikdə işlənir. Elə dəyərlidir ki, ona toxunan zaman artıq ciddi punishment olur, cəzalar olur. So da elə, belə ki mənasında işlənir. Elə ki, belə ki mənasında işlənir. 29-a baxırıq. Find out the most appropriate option for the sentence given below. Hər dəfə deyirəm, şərtini oxumayacağım, yenə də oxuyuram. The topsoil is blown and washed away by frequent winds and floods, so nothing can grow in the area. Topsoil, ən hündürdəki qumlar külək və daşqınla yuyulur və beləliklə heç nə qalmır yerdə. Debəndə tərcümə. Baxırıq. She will get admitted to the university. Baxın. Will var, gələcək var, bir tərəfdə gələcək, bir tərəfdə indiki sayda provided that. Əgər if olsaydı, burada if də verə bilərdik. Universitetə girəcək, testdən keçən kimi, testdən keçmək şərti ilə, provided şərti ilə deməkdir. Və şərt budaq cümləsində işlənir, əgər anlayışını verir. Mən digər suala keçmək istəyirəm. 30-dan sonra 31 yoxdur. Keçin, burada dayandıraq. İnşallah ki, ehtiyac olarsa davamını çəkərəm. 30-dan sonra məsələ problem olub PDF-də. Ehtiyac varsa şərhlərdə yazarsınız. İnşallah görüşərik. Daha çox insana çatmaq üçün like edib abunə olmağı unutmayın. Hələlik.